Salamlar, ad günü vloguma xoş gəldiniz. Təbii ki, günə biraz yemək yeyərək başlayıram ki, biraz enerjim olsun və daha sonra makyajımın əvvəlini hazırlayıram. Əvvəlini deyirəm çünki ardını eləməyə burada vaxtım çatmır. Makyajımı çəkməyə vaxtım olmadı. Tortu götürməyə gedirəm və hal-hazırda gecikirəm. Saat 4-də orada olmalıydım. Hələ 20 dəqiqə var. Niyə hər şey axırıncı günə saxlayıram bilmirəm. Mən də belə bir insanam. Təsəvvür edin, mən tort götürəcəyim yerin məkanını səhv salmışam deyə yarım saatlıq yolu ayaqla getməli oldum. Bu da mən. Amma tortum ürəyimcə oldu nəysə ki, burada görürsünüz. Bir çox insanda görmüşdüm o tortu, mən də elətdirmək istədim. Daha sonra saçımı düzləşdirim çünki keçən il buruq elətdirmişdim və makyaj eləyirik. İnsanı kiprik görün nə qədər dəyişdirir ciddən. Kipriklərim biraz çox böyük oldu, amma mən istəyirdim ki, şəkillərdə falan önə çıxsın. Çox xoşum gəldi. Sadəcə özümü belə görməyə alışıq deyiləm. Gözlərim də kiçik və çəkik olduğu üçün bu artıq unrecognizable make-up'a dönüşdü, amma mən bəyəndim. Zaten birazdan tam lookumu görəcəksiniz. İstədim ki, bu il hər şey ağ və qızıl rəngdə olsun. Yəni tortu da ona uyğun seçmişdim. Nədənsə uyumlu olmaq çox xoşuma gəlir. Keçən il isə qara və qırmızı eləmişdim. Yəni paltarım qara, tortum qırmızı idi. Burada mənim rəfiqəmi və mənim mədəniyyətimi görürsünüz. Amma pizza belə yeyilməlidir mənə görə. Daha sonra 3 şam olmağına baxmayaraq 300 dənə dilək diləyib söndürürəm. Zarafat edirəm. Tək bir diləyim var idi, amma onu da burada deməyəcəm təbii ki. Nəysə evə gəldik və artıq makyajımızı çıxardaq. Mən artıq natural üzümü görmək istəyirəm. Bu kiprikləri qarnirdən çıxartdım. Düzü bəziləri bərk yapışmışdı çünki üstündən tuş da vurmuşuq. Son olaraq nəmləndiricimi vururam və gəlin bəzi hədiyyələrimi göstərmək istəyirəm sizə. Ciddən mənim ən ehtiyacım olan şeylərdən biri organizer idi. Çünki mənim kosmetikalarımın çoxu stik formasındadır. Yəni tam olaraq ora yerləşəcək. Zaten çox makyaj malzəməm də yoxdur mənim. Daha sonra gözəl bir bədən spreyini sizlərə göstərirəm. Qoxusu çox qəşəng idi, çox bəyəndim. Mən bədən spreyindən, kremindən çox istifadə edən bir insanam. Səbəbi isə odur ki, ətri vurursam birazdan yoxa çıxır nədənsə. Yəni 5-6 dəfə vursam da, amma bədən kremi və bədən spreyindən istifadə eləyəndə bu losyonlar getmirlər. Çox sevirəm. Nəysə izlədiyiniz üçün təşəkkür edirəm.